Hamiləliyin 25-ci həftəsi. Bugünkü videoda həm 25-ci həftə haqqında danışacağım, həm də əgər ürək bulantınız hələ davam edirsə, biz buna necə kömək edə bilərik bu duruma. 25-ci həftədə dölümüz artıq 630-670 qram ağırlığındadır və 31-32 santim uzunluğu var. Əzələləri güclənib, sümükləri bərkiyib və eşitmə qabiliyyəti daha da artıb. Artıq tamamilə sizin səsinizi digər səslərdən ayırır və bu səs ona təhlükəsizlik hissi verir. Yəni sakit tonla, sevgi dolu dölünüzlə artıq bu həftələrdə danışa bilərsiniz və bu da onun sinir sisteminə müsbət təsir göstərəcək. Hamilənin qarnı böyüyür, çanaq ağrıları və bel ağrıları arta bilər və bu həftələrdə damar genişlənməsi başlaya bilər. Ayaqlarda damar genişlənməsi, düz bağırsaqda damar genişlənməsi, hansı ki gemoroid kimi bizim qabağımıza çıxır. Əgər belirgin bir damar genişlənməsi varsa, təbii ki, ayaq Dopplerin müayinəsi olunur və varikoz üçün corablar təyin olunur. Gün içində də oturduğunuz yerdə ayaqlarınızı biraz yüksəyə qaldırmağa məsləhət görürük. Əgər hərəkətsiz işdə işləyirsinizsə, hər saat başı qalxıb hərəkət etməyə tövsiyə edirik. Bu həftəyə qədər hələ də ürək bulantısı sizi narahat edirsə, bəzi şeylərə diqqət etməlisiniz. Birinci, təbii ürək bulantısına qarşı olan zəncəfil çayı istifadə edə bilərsiniz. Zəncəfil çayına biraz limon, biraz bal qata bilərsiniz, çünki dadı bir qədər acıdır. Ac qarnına içməsəz daha yaxşı olar, mədənin seliklik işasını qıcıqlandırdığına görə. Amma ümumi olaraq çox faydalı bir çaydır. Həm immun sistemimizi gücləndirir, həm həzm prosesini asanlaşdırır, həm də bulantını azaldır. Səhər oyananda kravatınızın yanında quru krekerlər, quru piçenyalar qoya bilərsiniz və oyanan kimi ilk o acılıq və bulantı hissini bunlarla baskılaya bilərsiniz. Duzsuz, suda bişmiş kartof istifadəsi bulantını bir qədər azaldır. Bunu püre şəklində edə bilərsiniz. Banan yeyə bilərsiniz. Banan adətən bulantını artırmır, rahatlatır. İçində kali və maqnezi var, həm də faydalıdır. Probiotik süd məhsullarından istifadə edə bilərsiniz. Kefir və yaxud da qatıq kimi. İyli, qoxulu yeməklərdən, isti yeməklərdən uzaq durmağa çalışın. Yəni, mümkündürsə, əgər bu qədər şiddətli sizin bulantınız varsa, evdə sizin yanınızda isti yemək bişirilməsin və siz qidanı istifadə edəndə bir qədər ilıq şəkildə istifadə edəsiniz ki, qoxusu sizin bulantınızı artırmasın. Sıx-sıx və az-az qidalanmayı tövsiyə edirik. 2-3 saatdan bir az miqdarda qida qəbul etməyə məsləhət görürük.